Selamun aleyküm əziz dostlar. Bu cümə günündə, müqəddəs cümə günündə sizlə görüşməyə mən şadam. Bu bilirsiniz neçə gündür bu söhbət gedir, mübahisələr gedir. Bilirsiniz Azərbaycanda Qarabağla və Sabah arasında kubok yarım finalı olub və orada bu mübahisələr gedir. Qırmızı kart var idi, nə bilim yox idi və bu niyə belə oldu, niyə elə oldu və təbii ki, mən indi bura bir başqa cür bu yanaşmaq istəyirəm. İdman yanaşması yox. İdman yanaşmasına qalsa indi biraz futboldan anlayan biri ki, məsəl üçün orada penal olmalı idi. Mən məsəl üçün əgər qərəzli deyirsən, biraz futboldan anlayışı var. Mən də vaxtilə futboldan yazmışam, indi köhnə azarkeşlər bilir. Danışmışam, eləmişəm. Bu heç o yerdə, amma mənim üçün qırmızı kart var idi, penal vardı. Bu taktiki məsələlərdir, strateji məsələ var. Və göz görə-görə Qarabağ, Ruslan bir sözü, Qarabağ Slivayud. Yəni Qarabağı sıradan çıxardılar, Sabah çempion edir. Düzdür, siz deyə bilərsiniz ki, Sabah Azərbaycan futbolu artıq etiketi kimi, brendi kimi ortaya qoyulur. Siz deyə bilərsiniz ki, elə bu texniki səhvlərə görə çempion elə Sabah olur, kubok alır. Razıyam, amma bu nəsə strateji məsələsi, texniki məsələsi nədir? Hakimlərə nə deyilir, edilir? Görürsünüz, Qurbanov da belə hər şey bilir, amma acı təbəssümü göstərir və heç də deyə bilmir. Çünki bilir nədir məsələ və deyə də bilməz. Deyə bilsə, onun məhv olunar karyerası. Amma düzdür, mən onun da ötən ildə demişəm, indi şey demişəm. Qurbanov əgər həqiqətən də hədəf qoyubsa, qabağında böyük məşq hədəfi Azərbaycandan artıq getməlidir. Yoxsa onu elə Qarabağ kimi məhv edəcəklər. Birinci Qarabağ sıradan çıxardacaqlar futbol klubu olaraq, sonra onun özünü. Bunu istəmirsə, bir misal var, düzdür. Bəziləri şəhərdə 5-ci olmaqdansa kənddə 1-ci olmaq. Onlar yox. Azərbaycan futbolu adlı kənddə 1-ci olmaqdansa, nə bilim, heç olmasa mən demirəm Türkiyə, Avropa, heç olmasa düzdür, Ukraynada, Slovakiyada, Xorvatiyada, Avropada, amma elə bir Avropa ölkələrində 5-ci olmaq daha məqsədidir. Bunu çünki bu gedişatın kəndin özündə də Qurbanı 5-ci eləyəcəklər. Yavaş-yavaş. Əgər artıq bunu anlayırsa, artıq çumadanlarını götürüb, belə deyək, çumadanım sastayanı olmalıdır və getməlidir Qurbanı, Xoca, Azərbaycandan. Yox, qalsa heç kənddə 1-ci də olmayacaq bu gedişatdan. Bu o tərəfə qoyuram. Azərbaycanda bir siyasi konjunktur var. Siyasi konjunktur siyasətdə onsuz istədiyini edir. Daxili siyasət, xarici siyasət. İdmanda da, futbolda da eyni şeydir. Siyasi konjunktur bu saat Azərbaycanda Sabaha stavka edir və Sabah 1-ci olmalıdır. Düzdür, siyasi konjunktur Sabahı çempion edib Çempionlar Liqasına yol aça bilər. Kuboku aldatdırıb Avroliqaya yol aça bilər. Qarabağa bir dənə konferans liqasını qoya bilər. Çünki onlar da başa düşürlər ki, Sabah Çempionlar Liqasında heç play-off mərhələsinə belə düşə bilir. Mən play-off deyəndə qrup mərhələsindən sonraki play-offa demirəm. Qrup mərhələsindən qabaq play-off var. Qrup mərhələsinə düşmək heç ora belə çıxa bilmir. Ən azı mənim bir stajlı azarkeşim bu fikrim budur. Bunu bölüşüm sizdən. Onlar da yəqin onu anlayırlar. Ona görə kuboku da Sabaha verdirtdirib, yəqin ki, Avropa Liqasında heç olmasa oynasın. Amma mənim fikrimcə bu gedişatda ki, Avropa Liqasının qrup mərhələsində Sabah düşə bilməyəcək. Çünki bizdə belədir. Çünki Azərbaycan çempionatında siyasi konjunktur olar. Amma Avropada bu keçməyəcək. Keçsə də az miqdarda keçəcək. Yəni, çox da keçə bilməyəcək. Onda nə olacaq? Bunu da yəqin bunu edənlər bilir. Sadəcə olaraq bizdə bir hislət var da. O necə deyirlər, o Skorpiona Azərbaycan türkçəsində nə deyirlər, ona deyirlər, sancma, xada sancırı, tısbağına bir misal var. Niyə sancdın? Axı, sən də batacaqsan məni kimi. Mənim hisslətim budur. Dözə bilmədim, sancdım. Bildim ki, batacam, amma sancdım. İndi bizim siyasi iqtidar konjunkturası hissləti budur. Bilir ki, Avropada Sabah batıracaq, amma bunlar belə istəyirlər. Sabah çempion olmalıdır. Çünki Sabahın arxasında bunlar durublar. Bunların bu saat Həzrətlərin istək arzuları budur. Amma Sabahı Avropada batıracaqlar və Avropada Azərbaycan futbolu batacaq. Olsa millimiz batıb bir də klub səviyyəsində Qarabağ özündən söz etdirdi. Onun da belə tək Qarabağ yox, Azərbaycan futbolunu batıracaqlar. Amma hislətləri budur da, yəni sancmaqdır hislətləri. Bilsələr ki, projeləri batacaq, amma hislətləri budur, batıracaqlar. Yəni, məsələ bundadır. Bunun siyasi konjunkturadır. Hakim kimdir, məşqçi kimdir, Qurban nədir, nə bilim, Sabahın baş məşqçisi nədir? Bu
ikinci, üçüncü, beşinci dərəcəli məsələlərdir. Siyasi konjunktura futbola da əl qoyur. Bizdə də siyasi konjunktura nəyə əl qoyur? Batır. Bir dənə şey görməmişik. Azərbaycanda siyasi konjunktura nəyəsə qoysun, o qalxsın. Yox, batır. İndi bax, belə bir vəziyyətdə mən də bu haqda öz fikrimi bildirmək istədim. Penallar, qırmızı kartlar, o ikinci, üçüncü, beşinci dərəcəli məsələlər. Sabah özü də bir vacib deyil. Bugün Sabahı qaldırdıqları kimi Sabahı endirib bir alabaş komandası quracaqlar, onu qaldıracaqlar. Söhbət onda deyil, söhbət Azərbaycan futbolunun brendinə çevrilmiş, Azərbaycan müstəqil futbolunun brendinə çevrilmiş, flaqmanına çevrilmiş Qarabağa göz görə batırırlar. Düzdür, sonda da deyək, Qarabağa da bu stavka siyasi konjunktura elədi. Yox, siyasi konjunktura Qarabağa stavka eləsəydi, Qarabağ Avropada bu qədər uğur qazana bilməzdi. Artıq Avropada əgər uğur qazanırsansa, nəticə qazanırsa, o siyasi konjunkturalıq deyil. Ona qalsa siyasi konjunktura Avropada nəticə qazanmaq istəyirsə, millidə də nəticə qazandırardı və yaxud da digər klublardır. Məsəl üçün, Neftçinin də Sokar kimi sponsoru var. Heç də Sokar Azərsundan zəif bir sponsor, pulsuz bir sponsor deyil. Ən azı Azərsun kimi sponsordur. Və digər də bizim həmişə klublarımız olub, onun sponsorları olub, qəşəng də sponsorlar. Vaxtları Xəzər Lənkəran, Palmaris olub, Bakı klubu olub, Inter klubu olub və s. Hamısında birinə Hafka sponsorluq edir, birinə nə bilim başqası sponsor olub. Amma Avrokuboklarda bir turda gedə bilməyiblər. Burada həm də Qarabağdakı olan bir sağlam idarə etmə və sağlam atmosferdir. Amma indi onu Rus demişkən, mən rus dilində niyə deyirəm, Azərbaycan türkçəsində tam onun tərcüməsini bilmirəm, Slivar. Yəni, indi bax, həmən o yeganə Azərbaycan futbolunda olan sağlam bir, belə deyək, sağlam bir təşkilatımı deyək, özəyimi deyək, nəyimi deyək, onu sıradan çıxararlar. Bu da təkcə Qarabağa yox, Azərbaycan futbolu üçün bir mənfidir və Azərbaycan futbolu, onsuz da hər şeyini itirən Azərbaycan futbolcusu son, belə deyək, sağlam bir strukturunda Qarabağ Futbol Klubu adlı strukturunda itirəcək. Təəssüf olsun ki, gedişat buna gedir və buna da dur deməyin bir yolu var. O da xalqın siyasətdə aktiv iştirakı, xalqın təpkisi. Xalq siyasətdə aktiv olsa, sizi inandırım, iqtisadiyyatımız da, idmanımız da, futbolumuz da hamısı sağlamlaşacaq. Çünki artıq siyasi konjunktur görəcək ki, bir təpki var, bir etiraz var, danışırlar, bir müqavimət var, istədiyini edə bilməyəcək. Bu olmayana qədər siyasi konjunktur, hakim siyasi konjunktur Azərbaycanda, yəni Azərbaycan hakimiyyəti hər yerdə istədiyini edəcək və sonra nəticələrdə aydın məsələdir, sıfır olanda biz artıq durub heç kəsə şikayətlənməyək. Özümüzə şikayətlənək ki, biz niyə vaxtında siyasətdə aktiv olmadıq ki, indi bax bu vəziyyətə hər sahədə bu sıfır rəqəminə gəlib çıxdıq.